Salam əziz izləyicilər, bu videomuzda sizlərə məntiq fənnində tez-tez qarşımıza çıxan bir sual aid 3 sual təqdim edəcəm. Sualların ikisini izah edəcəm, üçüncünü də siz tapacaqsınız. Deməli, bax belə suallarda bizə müəyyən hərf ardıcılığı verilir. Ya əlifba sırası falan olur bu suallarda ki, adətən alınmır. Məsələn, baxanda görürsən ki, bunda əlifba sırası, sait, samit falan deyil. Belə bir şey olmasa, adətən bu kimi suallarda qayda nə olur? Bu verilən hərflər ardıcıl nələrinsə baş hərfləri olur. Məsələn, B, İ, Ü, D deyirsə, bu sizə nəyi xatırladır? B, 1-in baş hərfidir. Bunu qeyd edək. İ, 2-nin baş hərfidir. Ü, 3-ün, D, 4-ün, 5, 6, 7, 8. Yəni, bir sözlə rəqəmlərin baş hərfləri yazılır. Yazılışındakı baş hərfi. Məsələn, Y, 7-nin baş hərfidir. S, 8-in baş hərfidir. Və növbəti 9-un baş hərfi olmalıdır. 9-un da baş hərfi D olduğu üçün cavab A bənd olur. Digəri də eyni qayda ilə tapılır. Məsələn, Y, F, M, A yazılıb. Əslində, izahdan əvvəl bunu da özünüz tapsanız daha yaxşı olar. Mən yenə də izahını indi səsləndirəcəm. Deməli, qayda nədir? Baxın, bu sualda isə ayların baş hərfi yazılır. Y, yanvardır. F, fevral, mart, aprel, may, iyun, iyul və s. noyabr, dekabrın baş hərfi gələcək. Yəni, cavabımız D olur. Yəni, bu dəfə C bəndi oldu. Yəni, belə suallarda ardıcıl bir şeylərin baş hərfləri olur. Və üçüncü sualda isə hansı sözlərin baş hərfləri yazıldığını siz tapıb rəylərdə qeyd edin.